Faringit nədir? Daha çox boğaz ağrısı kimi tanınan faringit, hər yaşdan insanı təsir edən geniş yayılmış bir xəstəlikdir. Bu narahatlıq verən vəziyyət, badamcıqlar və qırtlaq arasında yerləşən udlağın, boğazın arxa hissəsinin iltihabından qaynaqlanır. Faringit tez-tez boğazda qaşınma hissi ilə özünü göstərir və udmağı ağrılı bir təcrübəyə çevirir. Faringitin simptomları əsas səbəbdən və fərdin immun reaksiyasından asılı olaraq yüngüldən ağıra qədər dəyişə bilər. Faringit hallarının əksəriyyəti xoşxəsəlidir və evdə qulluq ilə müstəqil şəkildə həll olunsa da, bəziləri təcili tibbi yardım tələb edən daha ciddi bir əsas xəstəliyi göstərə bilər. Faringitin incəliklərini, səbəblərini, potensial ağırlaşmalarını və müalicə variantlarını anlamaq, fərdlərə sağlamlıqlarını idarə etməyə və lazım olduqda müvafiq tibbi yardım almağa imkan verir.